Hamıya salam, Laylis Live kanalına xoş gəlmisiniz. Gördüyünüz kimi, yəqin hətta başa düşdünüz, bu videoda mən krab salatı hazırlayacağam və krabları indi çıxardıb paketdən təmizləməyə başlayıram. Krab salatına deməli nə gedir? Krab çubuqları, yumurta, düyü, uzun düyü, təbii xiyar, kasırmış kukuruz, mayonez, duz istiyor. Çoxsu salata göy soğan qatırlar. Şəxsən mən xoşlayıram, amma evdəkilər xoşlamır. Ona görə mən bu salata qatmadım göy soğan, amma belə də çox gözəldir məncə. Amma hətta özümə də tənbəllik elədim, əslində başqa boşqaba, yəni göyərti ilə eləyim, amma belə də çox gözəl dadı var. Göyərtiyə hətta ehtiyacı da yoxdur məncə. Deməli, düyü hazırlanır və keçirəm prosesə. Xiyarları indi doğramağa başlayıram və məncə xiyar olsun, kartof olsun, kök olsun, nazik xırda doğrayanda tərəvəzlər salata çox gözəl alınır. Məsəl üçün şəxsən mən xoşlamıram və məncə iri doğrayanda belə olur, kafelərdə yeyirsən ya da zakaz edirsən, iri doğrayırlar. Dadına görə heç xoşuma gəlmir. Kobud alınır. Və indi yumurtaları doğrayıram. Yumurta çox da olanda məncə salatda dadlı olur. Krabları 3 yerə bölürəm və doğrayıram, qatıram. Və konservləmiş kukuruz bonjel aldım, endirimdə idi. Çox gözəldir məncə. Yumuşaq və gözəl dadı var. Mayonezə görə mən Moskovski Provençal almışam. O da endirimdə idi. Hardasa 5 manat idi. 6 manatdan hardasa 5 manata deyəsən düşmüşdü. Və nəticə, məncə görünüşünə görə, dadına görə çox gözəl alınıb. Kim bu videoya axıra qədər baxıbsa, kanalına abunə olun, zəhmət olmasa və like qoyun. Hələlik.